Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, sizə İmam Hüseyin radiyallahu anh'ın etdiyi gözəl bir dua haqda xəbər verəcəm. Təbari tarix kitabında və İbn Kəthir Əl-Bidayə və Nihəyə əsərində rəvayət edir ki, İmam Hüseyin radiyallahu anh'a dua edib demişdir: Allahım, hər bir sıxıntıda arxayın olduğum, hər bir çətinlikdə ümid bəslədiyim və başıma gələn hər bir işdə kömək umacağım tək varlıq sənsən. Qəlbləri qıran, hilələri gerçəyə çevirən, dostu məyus edən və düşməni sevindirən nə cür sıxıntı olursa olsun, ümidimi ancaq sənə bağlayır, bu sıxıntıdan dolayı yalnız sənə üst tutur və onu yalnız sənə açıb söyləyirəm ki, mənə kömək edəsən və mənim sıxıntımı aradan qaldırasan. Hər bir nemətin sahibi, hər bir yaxşılığın əvəzini verən və hər bir işdə ümid bəslənilən yalnız sənsən.